bürcü 10 Mart 2025-ci il qeyri-müəyyən bir gündür. Səhər saatlarında əksər qoçlar başqalarıyla ünsiyyətdə sakit və mehriban qalmaqda çətinlik çəkəcəklər. Ona görə də diqqəti işə cəmləmək çətin olacaq. Həddindən artıq seçici olmağa ehtiyac yoxdur. Özünüzün öhdəsindən gələ biləcəyiniz rutin işlərdən başlamaq daha yaxşıdır. Bu yolla siz tədricən iş ritminə daxil ola bilərsiniz. Gün ortaya qədər vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək. Heç vaxt qarşılaşmadığınız bir çox problemləri həll edə biləcəksiniz. Təcrübəli müttəfiqlərin məsləhətləri məqsədə uyğun və vaxtında olacaq. Axşam saatlarında yaxınlarınıza kömək etmək üçün vaxt tapa biləcəksiniz. Buğa bürcü 10 Mart 2025-ci il gün uğurlu olacaq. Xüsusən əksər buğalar qeyri-adi dərəcədə cazibədar olacaqlar ki, bu da onların başqaları ilə münasibətlərinə ən yaxşı təsir göstərəcək. Nüfuzlu insanların rəğbətini qazana və əvvəllər bir-birinizi başa düşməkdə çətinlik çəkdiyiniz insanlarla anlaşa biləcəksiniz. Həmkarlarınızdan və ya biznes tərəfdaşlarınızdan biri ilə romantik münasibətlərin başlanğıcı istisna deyil. Axşama doğru biraz əsəbləşəcəksiniz. Ona görə də səbirli olmağınız çox yaxşı olardı. Yaxınlarınızın zəif tərəflərinə qarşı biraz daha laqeydlik göstərin. Bu, münaqişələrdən qaçmağa kömək edəcək. Əkizlər bürcü 10 Mart 2025-ci il sizi məşğul və məhsuldar gün gözləyir. Səhər güc və enerji artımı hiss edəcəksiniz. Əzmkarlıq və özünə inam sizə ən çətin işlərin öhdəsindən gəlməyə və rəhbərliyin gözündə yaxşı reputasiya yaratmağa imkan verəcək. Səyləriniz bəhrəsini verəcək, ancaq bir müddət sonra bəhrəsini alacaqsınız. İdeyalarınız bəyənmə və dəstəklə qarşılanacaq. Böyük sövdələşmələr bağlamaq üçün əlverişli zamandır. Günün ikinci yarısında başqaları ilə münaqişələrin qarşısını almaq üçün emosiyalarınızı cilovlamağa çalışmaq vacibdir. Söz seçimində diqqətsiz olmaq sizə zərər verə bilər. Xərçəng bürcü 10 Mart 2025-ci il ən asan gün deyil. Gözlənilməz anlaşılmazlıqlar sizi biraz yoldan çıxaracaq. İstədiyiniz nəticəni əldə etmək üçün daha çox səy və vaxt sərf etməli olacaqsınız. Bütün ideyalarınız reallaşmayacaq. Lakin siz bunu dərhal dərk etməyəcəksiniz. Bəzi səylər boşa çıxacaq. Bugün böyük layihələrə başlamamalısınız. Diqqətinizi cari işlərə və başladığınız işi tamamlamağa yönəltmək daha müdrik olardı. Biraz sonra xərçənglərin əksəriyyəti vəziyyətin yaxşılığa doğru necə dəyişəcəyini görəcəklər. Mənəvi yüksəliş, mehriban münasibət, hətta çox yaxşı münasibət qurmadığınız insanlarla da ümumi dil tapmağa kömək edəcək. Şir bürcü 10 Mart 2025-ci il qeyri-müəyyən bir gündür. Səhər bir çox şirlər eyni vaxtda məişət problemləri və iş məsələləri ilə məşğul olmalı olacaqlar. Hər şey düzələcək, amma diqqəti yayındırmağa vaxt olmayacaq. Çoxdandır gözlədiyiniz mühüm xəbərləri almağınız mümkündür. Təcrübəli dostların məsləhətlərinə qulaq asın. Onlar sizə faydalı fikirlər verəcəklər. Duyğularınızı idarə etmək asan olmaya bilər, amma ən azı bunu etməyə çalışmaq vacibdir. Bununla siz həmkarlarınızla anlaşılmazlıqdan və yaxınlarınızla münaqişələrdən qaçacaqsınız. Axşamı sakit atmosferdə keçirmək daha yaxşıdır. Qız bürcü 10 Mart 2025-ci il olduqca çətin gündür. Bəzi fikirləriniz çox uzaq görən olacaq. Ona görə də şübhəli görən layihələrə vaxtınızı sərf etməyin. Sizdən asılı olmayan səbəblərə görə işdə gözlənilməz gecikmələr ola bilər. Sakit olmağa çalışın. Hazırki işinizi edin. Tələsik qərarlar verməyin. Axşam saatlarında yaxınlarınızla ünsiyyət zamanı xüsusi səbir nümayiş etdirməli olacaqsınız. Köhnə problemlər sizə özlərini xatırladacaq. Lakin siz onların öhdəsindən uğurla gələcəksiniz. Ciddi söhbətlərə başlamağa ehtiyac yoxdur. Xoş və rahat bir iş görmək daha yaxşıdır. Tərəzi bürcü 10 Mart 2025-ci il ziddiyyətli gündür. Səhər bir çox tərəzilər biraz impulsiv olacaqlar ki, bu da həmişə iş nəticələrinə yaxşı təsir göstərməyəcək. Lakin müsbət tendensiyaların təsiri tezliklə üstünlük təşkil edəcək. Hamının uzun müddət həll etməkdə tərəddüd etdiyi mühüm biznes məsələlərini həll etmək mümkün olacaq. İnandırmaq və danışıqlar aparmaq bacarığınız əlinizdə olacaq. Günortadan sonra çölə çıxmaq istisna deyil. Onlar sizə təkcə zövq verməyəcək, həm xoş, həm də faydalı olacaq tanışlıqlar qazanmağınıza kömək edəcəklər. Əqrəb bürcü 10 Mart 2025-ci il heç yerə tələsməyin. Onda hər şey yaxşı olacaq. Həmişə ilk cəhdə iş problemlərini həll edə bilməyəcəksiniz. Amma əzmkarlıq öz bəhrəsini verəcək. Günün əvvəlində diqqətinizi adi işlərə yönəltmək və təxirə saldığınız işləri sona çatdırmaq daha yaxşıdır. Bəzi əqrəblər başqaları ilə əməkdaşlıqda razılaşmaqda çətinlik çəksələr də bir çox işin öhdəsindən tək başına gələ biləcəklər. Biraz sonra mənəvi yüksəliş və güc artımını hiss edəcəksiniz. Soyuqlaşan münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Çoxdankı rəqiblər yanınıza gələcək.
Oxatan bürcü 10 Mart 2025-ci il. Gününüz xoş geçsin. İlk növbədə siz yeni əlaqələr qura və köhnə əlaqələri bərpa edə biləcəksiniz. Artan cəlbediciliyiniz heç kəsi laqeyd qoymayacaq, əməkdaşlıq qarşılıqlı faydalı olacaq və gəlirinizi əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Bir çox oxatanlar yaradıcılıq qabiliyyətlərini oyadacaqlar ki, bu da onlara çətin vəziyyətlərdə qeyri-standart həllər tapmağa imkan verəcək. Nüfuzlu patronlar əldə edə və ya layihəniz üçün sponsorlar tapa biləcəksiniz. Bütün vacib işləri axşama qədər tamamlamağa çalışın ki, dincəlmək və yaxınlarınızla ünsiyyət üçün kifayət qədər vaxtınız olsun. Oğlaq bürcü 10 Mart 2025-ci il. Əla gündür. Yüngüllük hissi və emosional yüksəliş sizə çox şeyə nail olmağa kömək edəcək. Bəzi oğlaqlar iş məsələlərinin həlli ilə yaxınlarına kömək etməyi birləşdirməli olacaqlar və bunu çox yaxşı edəcəklər. Cazibədarlığınız başqaları üzərində tez qalib gəlməyə imkan verəcək. Gələcəkdə yaxşı dayağa çevriləcək etibarlı müttəfiqlər əldə edə biləcəksiniz. Çölə çıxmaq, tədbirlərdə və ya izdihamlı şənliklərdə iştirak etmək üçün əla vaxtdır. Bir çox insan sizinlə görüşmək istəyəcək. Çox güman ki, yeni dostlar tapacaqsınız. Dolça bürcü 10 Mart 2025-ci il. Sıx bir gündür. Səhər saatlarında artan konsentrasiya tələb edən işlərlə məşğul olmaq daha yaxşı olardı. Siz konsentrasiyanı asan tapacaqsınız və heç bir vacib detalı qaçırmayacaqsınız. Bəzi köhnə problemlər yenidən sizi təqib edə bilər, lakin onlarla məşğul olmaq üçün kifayət qədər güc və vaxtınız olacaq. Üzürlü səbəb olmadan başqaları ilə mübahisə etməməlisiniz. Bəzən insanların öz səhvlərini dərk etməsi üçün biraz gözləmək daha yaxşıdır. Bir çox dolçalar xüsusilə həssas və yaxınlarının əhval-ruhiyyəsini qəbul edəcəklər. Axşam səmimi söhbətlər və ailə əlaqələrini möhkəmləndirmək üçün idealdır. Balıqlar bürcü 10 Mart 2025-ci il. Gözəl bir gündür. Xüsusən də başlanğıcda həvəsiniz ətrafınızdakiləri ruhlandıracaq. Buna görə də əməkdaşlığınız son dərəcə məhsuldar olacaq. Çətin məsələləri müzakirə etmək, mühüm qərarlar qəbul etmək üçün əlverişli zamandır. Bir çox balıqlar həmişə yaxınlaşmaqda çətinlik çəkən insanlarla belə uğurlu danışıqlar apara biləcəklər. İctimai tədbirlərdə iştirak iş üçün faydalı olacaq və çoxlu həzz gətirəcək. Günün sonunda yorğunluq və əsəbilik yığılacaq. Ona görə bu çətin işləri axşama qədər təxirə salmamalısınız. Məişət problemlərinin həlli ilə məşğul olmalı olacaqsınız. Lakin əldə edilən nəticələr sizi sevindirəcək.